Dostlar, bugün sizlərə HTML dili vasitəsilə bloqa videonun yüklənilməsi və videonun paylaşılması haqqında məlumat verəcəm. HTML dili ilə yayımlanan videolarda demək olar ki, keyfiyyət itkisi baş vermir. Buna görə də HTML dili ilə video paylaşmanızı məsləhət görürəm. Əvvəlcə bloqumuza daxil olaq. E-mail ünvanımızı daxil etdikdən sonra bloqumuza daxil olacağıq. Onu qeyd edim ki, video paylaşmaq üçün müxtəlif yollar vardır. Lakin HTML dili ilə paylaşılan videolar, bir daha qeyd edim ki, keyfiyyət itkisi demək olar ki, olmur. Bloqumuza daxil olaq. Video paylaşmaq üçün post menüsünə gələrək New Post əmrini seçirik. Gördüyünüz kimi burada HTML yazısı vardır. Biz video paylaşmazdan əvvəl hər hansı bir videonun linkini kopyalayıb gətirib bu kodların içərisinə yapışdırmalıyıq. youtube.com adresinə daxil olaq. Buradan hər hansı bir videonu seçək. Videonu paylaşmaq üçün bu videonun bir linkini kopyalamalıyıq. Bunun üçün videonun altında yerləşən share, yəni paylaş bölməsindən embed yazısına daxil oluruq və burada göstərilən linki Ctrl+C qısa yolu ilə kopyalayırıq. Yenidən bloqumuza daxil olub Ctrl+V ilə bu kodları buraya yapışdırırıq. Bundan sonra compose, yəni hazırdır əmrini veririk və gördüyünüz kimi videomuz artıq yerləşdirilmişdir. Videonu biraz da mərkəzə gətirək. Bunun üçün alignment qutusuna müraciət edirik. Align center seçərək videonu mərkəzə gətiririk və videomuza başlıq qoya bilərik. Məsələn, musiqi adlı başlıq qoyaq və publish əmri ilə videomuzu paylaşaq. Videonu paylaşmazdan əvvəl Google Plus-da bunu paylaşıb paylaşmamamız istənilir. Biz paylaşmaq istəsəniz share edə bilərsiniz, paylaşmaq istəməsəniz isə cancel əmrini verə bilərsiniz. Mən paylaşmaq istəmirəm. Gördüyümüz kimi bizim musiqi adlı yeni paylaşımımız yaranmışdır. Bu paylaşımı görmək üçün view blog, bloqa baxış düyməsini vururuq və bizim paylaşımımız artıq bloqumuza yerləşdirilmişdir. HTML yolu ilə videonun bloqa yüklənilməsi və paylaşılması dərsimiz bu qədər. Növbəti dərslərdə görüşənədək hər birinizə uğurlar.